Frank'i tapacağıq. Karakterin saçı var. Baxın. İndi bu saçdı deyəndə belə mişar oxşur. Karakterin kepka taxır. Belə baxanda deyəsən taxır. Karakterin qılıncla vuruşur. Mənə düzündür, sən belə qılınc harda görmüsən? Karakterin şərfi var. Yox, qalistoku var. Ola bilsin əvvəldən şirkətdə işləyib. Karakterin devdir. Hə, 2 dənə eşşəyi üst-üstə qoy. Hə, yox hə. Qoyma. Karakterin çəkizlə əlaqəsi var. Hə, ustadır. Frank tapdı. Bu 2 cücə oğrusunu tapacağıq. Karakterin qızdır. Baxın. Hə. Karakterin bir heyvandır. Yəni 2 nəfər, 1 nəfəri tutandan sonra fikirləşdiyim şeyi eləyirsə, hə. Karakterin bir oyundandır. Marketdə kastir işinə baxırlar. Karakterin saçı var. Bilməsən yaxşıdır. Karakterin robotdur. Məhəllə uşaqlardır. Karakterin silahla vuruşur. Yox, biri digərini alıb atır düşman təpəsinə. Karakterinin 2 dənə adı var. Hə, Rafik, Tofik. Larry və nə bilim Levri tapıldı. Bu videoda Brock'u tapacağıq. Karakterin qadındır. Akinator gəlməsə belə bir sual verim. Səncə bu qadındır? Karakterin saçı qara rəngdir. Belə saç deyəndə saçdan çox maskaya oxşuyur. Fikir ver. Saçı ilə saqqalı eyni fasondur. Bu 2 hissədə yəqin palojnası zad döyülmüş. Ona görə burada çıxmayıb. Karakterin qılıncı var. Satdığa qoyub. Karakterin açqı taxır. Hə, belə yay açqısı taxır. Prosto bir dənə problemi var. O açqıyı yay, qış, gecə, gündüz taxır. Gecə saat 10-da gözün görmədiyi padvala düşüb, bu açqı ilə pomidor bankası gətirir. Yanında da kompot. Özü də ərik kompotu. Karakterin səhnədə mahnı oxuyur. Yəni hamamda salto vurduğu yerdə oxuduğu mahnıları gəlib səhnələrin qabağında oxusaydı indiyə varlanmışdı. İndi o hal-hazırda pula pul deməyəcəkdi. Nə bilim, Rafik, Tofik, Rəşad belə bir şey deyərdi, amma pul deməyəcəkdi. Karakterin doğrudan var. Hə, qazdan qaçan yerdə görmüşdüm. Brock tapdı.